Beyninin qıfılını aç. Bir sırrlar ki, heç kəs sənə deməyib. Olubdur ki, bir tikrarı girdə təyər tək bir şeydə düşüb çıxan bilməyəsən, elə bir ki, beynin bir yerdə qıfıllanıb, amma bilürsən ki, çox əlindən iş gəlir, amma bilmirsən necə onlara yetişəsən. Şayət çox fikirlər və taza işlər və arzular başında var. Amma bir zat çox qüdrətli və görüşməyən qüvvət qabağını alıb və qoymur qabağa gedəsən. Bu müşkül bizlərə və çoxlara bir tanış bir zaiddir. Amma bir yaxşı xəbərim var, bizim beynimiz qıfıl deyir ki, açarı olmasın və açılmasın. Onun bir yolu var və qüdrətli yol. Əgər onu öyrəşib və işlədəsən, sənin daha yaşayışını dəyişib və səni əvəzləyəcək. Bugün qərardır bir möhkəm təhqiqlər ki, bu əşxas, məsələn Jim Kwik və Dr. Bruce Lipton və çox böyük professorlar onları işləyiblər, beynin işləmağının və onun qıfılların açmağın üçün sənə öyrədəcəyəm və beynimin hamısına iş çəkib və onu işlədəsən və yaşayışını bu üzdən o üzə çöndərib və gözəllədəsən. Pəs mənə diqqətlə qulaq as. Nəyə bizim beynimiz bizi saxlır və qoymur hərəkət eləyək? Birinci bizat ki, siz beyninizə görə gərək biləsiniz, budur ki, sizin beyniniz sizdən və beyninizdən mühafizət edir. O cür yox ki, sizi müvəffəqiyyət və yaxşı işlərə hədayət eləsin. Sizin beyniniz həmişə bəqa və diri qalmaq üstündə əlləşir. Nə rüşd eləmək və nə təğyir tapmaq üçün. Ona görə siz bir zaman ki, taza bir işi istəsiz öyrəşəsiz və sizin beyniniz bahana çıxardıb və ehsas-ı naəmnlik eləyibdir və sizə dəstur buyurur ki, bu işi öyrəşmək sizə yaxşı deyir və onu öyrəşməyin qabağını alır. Bu beynin işi bir dana dəlili vardı, o da elmi bir dəlildir. Bu beyin bizim ata-babalarımızdan bizə yetişibdir və həman əxlaqı və xolqu saxlayıbdır və nigarandır ki, o enerjisin əldən geçsin və aparsın və diri qalmasın. Və beynin içində bu fikri vardır ki, xətərdən uzaqlıq eləsin və xətərə yaxın getməsin. Bir misal veriram, indi bu zamanda o böyük bəbr ya heyvanat ki vardılar, məğz və insan onlardan qorxurdu, o cür bir zatlar indi yoxdur. Amma məğzin əməl kərdi eyni o qədimlərdir. Elə həman işlərin üstündə, həman elmin üstündə o hərəkət elir və nigarançılığı vardı. Bir ayrı misal veririk. Məsələn, istəsiz siz bir taza bir iş başlayasınız. Amman beynin sənə bir dəstur verir, səndən bir sual edir. Əgər bir zaman bu işi görməsən nə olacaq? Ya millət sənin bu işimin üstündə nə fikirlər edir? Ya bu iş çox çətindir, bu işi boşla, işləmə. Amma niyə bu işi görür məğz? Deyir ki, elə həman yerdə ki, əmniyyət vardı, qal, taza bir iş görmə, özünü xətərə və oyuna salma. Yaxşı, indi istəyirik bu qıfılı biz açaq ya sındıraq. Əgər istəsən ki, məğzindən istifadə edib və taza bir işlər görəsən və ucalıqlara çatasan, bəs bu məğzin təsmimlərini gərək biz sındıraq və qabağında dayanaq. Və ediyə bilək beynimizin kamil hər yerindən və tamamı enerjisindən istifadə edək. Bir neçə nüktəyə biz istəyirik təkid edək və sizə deyək ki, nə işlər görəcəyik. 1. Jim Kwikin rəvişi. Beynini təqviyyət elə, qüdrətlindir. Nə onu doldur. Jim Kwik böyük bir professor və məşhur bir danışmandır ki, Elon Musk, Bill Gates və çox Hollywoodun oyunçuları film nəmayişində işləyənlər bu adamla işləyiblər.
Bunun amman rəvişi və işi nədir? Jim Kwik deyir ki, beynini doldurma, amman beynini təqviyyət elə və qüdrətdindir. Məsələn, deyir, örgənmək, o dər ki, beynini doldurasan ya hifziliyəsən, gərək örgəşəsən. Amma bir müşkül vardır ki, bizim beynimiz o zatları ki, hifzilir, onlarla əgər irtibat eləyə bilməsə tapsın, onları rahat siləcəkdir və yadından aparacaq. Xub, burada deyirik ki, pəs mən neyniyim? Zehni ilə irtibat yarat. Əgər istəsən bir taza bir işi örgəşəsən, onu bir aşina bir zada yansıladasan ya onu yapışdırasan ona. Məsələn, bir zadın adın istəsən hifziliyəsən, əvvəldə bir beynində bir sal çıx, gör ona yaxın bir ad vardı, onu yapışdır ona. Onda ikisində ya onun adı ki çətindirsən, rahatlar hifziliyə biləsən. Təsvirlərdən istifadə elə və ya şəkillərdən istifadə elə. Taza bir zadı ki örgəşisən, hətmən ona bir şəkil yarat zehnində və onu o şəkilindən zehnində hifzilə. Bizim beynimiz bu şəkillə o adları yaxşı eləyə biləcəkdir, saxlasın və hifziləsin. Teknik faster. Jim Kwikin bir yaxşı bir rəvişi vardı. A. Forget ya yadından çıxart. Lazım olan bir zatları yadında saxla. Onlar ki, dərdi və dəymir zehnindən və məğzindən və beynindən onları sil. Aktiv ya fəal ol. Sonrakı iş, state, beynin vəziyyəti. Çox enerjili ol, örgəşməğa bu yaxşı işdir. Teach ya örgətmək. Deyir o zadı ki, örgədisən, hətmən özündə örgəş. Enter, o taza itilatı varid elə zindəcanlığında və hətmən onları hər gün işlət. Review, onları ki örgəşmirsən, hər gün onları təkrar elə və qoy sənin beynində işləsin və beynində yaralsın olar. İkinci yol, Dr. Bruce Lipton'un işləri. Beynivə bir taza bərnamə və taza bir tərhi qoy. Dr. Bruce Lipton bir böyük alim, elmi epigenetikdədir. O deyir ki, fikirlərinizi və o zatları ki inanırsınız, onlar hətta sizin genlərinizin üstündə eləyə bilərlər bir çox təğyirat icad eləsinlər. O deyir ki, sizin beyniniz eyni bir kompüterdir ki, uşaqlıqda sizə nə bərnamə beyninizə qoyublar, böyüdükcə o bərnamələr sizin beyninizdə işləyir və eləyə bilərlər o bərnamələri siz biləsiniz və taza bir bərnamələr o beyninizin içində eləyə bilərsiniz, qoyasınız. O bərnamələrin adını deyir ki, siz inanan bir zatlardır ki, uşaqlıqdan anaz, ataz və xanavadə sizə qoyublar.